başladım və biz yerdə qalan suallarımıza başlayaq. 153-cü sualda qalmışıq. Dünən modul verbsi xeyli gəldik asan testlərindən. Bugün artıq çətinlərindəyik və bu modul verbsin axırına yaxın yeni bir proqrama salınmış qayda var. Ondan da danışacağam bu suala gələndə. Deməli, 153-cü sualda dedik hər zaman nə ilə gedirik? Variantlarla işləyəcəyik. Yəni birinci səhv variantları ataq, sonra lazım gəlsə cümləyə yönələk. Deməli, hadn't-ın özü ilə inkar yoxdur deyənə B variantı səhvdir. Burada play'dən sonra to gəlməyib. Burada da had'ın to'su yoxdur. Biz bilirik ki, had to ilə istifadə olunmalıdır. C variantı da səhvdir. Burada fikir verin, to var. Biz bura could-u qoysaq, could to deyə ifadəmiz yoxdur. Bu da uzlaşmır. Y variantı da olmur. Qalırsınız aynen D'nin belə deyək də arasında. Burada yenə to var deyənə couldn't-u bura qoya bilmirəm. Çünki couldn't-u bura qoysam couldn't-u olacaq. Couldn't-dan sonra da biz bilirik ki, to gəlmir could-dan sonra. Bu yanlış cümlə olur. Cavab olur A variantı. Hər zaman variantla gedirsiniz. Ən axırda tərcümə ehtiyac qalsa gedəcəyik ki, bu testdə tərcüməyə ehtiyac qalmadı. Ata-ata tu söhbətinə görə ata-ata gedəndə cavab çıxır. Yəni sadəcə cümləyə qəşəng baxmaq lazımdır. Hər tərəfli baxmaq, hər tərəfli yanaşmaq lazımdır. 155-ci sualda. 155-ci sualda görə yanlışlıq varmı? Baxın, burada to'su yoxdur B-ni. Biz də bilirik ki, bu ought to ilə işlənməlidir. Ought-un nə burada to'su var, nə burada to'su var. Yanlışdır. Yenə have-in to'su yoxdur deyənə yanlışdır. Cavab olacaq 1-3-Y variantı. 157-ci sualda biz bilirik ki, will able to, will be ilə olmalıdır. Burada BC yoxdur. Haven't-ın özü ilə inkar yoxdur. Able-ın to'su yoxdur. Will-in, able-ın nə burada BC var, nə to'su var. Bunu vapşa atırıq. Cavab olur Y variantı. Ehtiyac yoxdur tərcüməyə getməyə. 159-cu sualda buradakı nobody sizə kömək etməlidir. Biz bilirik ki, nobody olan cümlədə dondu ekran. Ekran hamıda mı donub? Bir dənə yazın. Ekran hamıda mı donub? Bir dənə yazın. Ekran hamıda mı donub? Xeyr, müəllimə. Aha. Aydındır. Donmayıb. Amir, kimdə donubsa çıxsın, bir də girsin. Nobody. Nobody bilirsiniz ki, cümləni inkar edir və bir cümlədə ki, no söhbəti ingilis dilində yoxdur. Ona görə bu onsuz da hadn't-ın inkarı yanlışdır. Bunlar da olmayacaq. Çünki iki dəfə inkar qoya bilmirəm axı cümləyə. B ilə Y-nin arasında qalıram. Able-ın da to'su yoxdur. Baxın, nə find'in yanında var, nə öz yanında var. Bunu da atıram. Doğru cavab olur Y variantı. Gedək 161-ci suala. Yenə won't be able to olmalıydı. Burada BC yoxdur. C variantında da will be able to olmalıdır. Yoxdur. Amma Y'də baxın var. BC-də var, to'su da var. Yəni ona görə atmayacağım. Saxlamaq istəyirəm mən onu. Will have-ın yenə to'su yoxdur. Atıram. Haven't-ın da özü ilə inkar yoxdur. Atıram. Cavab olur Y variantı. Cavab olacaq Y variantı. Gedirik 163-cü suala. 163-cü sualda yenə gəlin yanlışları ataq. Have not to. Have özü ilə inkar olmur. At getsin. Bundan sonra to gəlmir. C variantını at getsin. Qaldıq B, D, Y-nin arasında. Gedəcəyik tərcüməyə. Çünki mənim burada ata biləcəyim heç nə yoxdur, yəni. Mən tərcüməyə gedəcəyəm. Sən xərcləməlisən çoxlu pul hədiyyələrə və ya xərcləməməlisən. Sonra deyir ki, economical olmalısan, yəni ekonomik olmalısan. Ekonomik adamlar necə olur? Çox pul xərcləməməlidirlər, biraz pul yığmalıdırlar. Yəni o zaman birincidə deməlidir ki, sən çox pul xərcləməməlisən. Yaxşısı budur ki, xərcləməyəsən, xərcləməyinə ehtiyac yoxdur. Sən biraz ekonomik olmalısan. Deməli, bura inkarı olmalıdır. Təsdiq olmalıdır tərcüməyə görə. Bir tərəf inkar, bir tərəf təsdiq olan B variantını götürəcəyik. D ilə Y qrammatik olaraq ora otursa da məna olaraq oturmur. D-də deyir ki, you should spend a lot of money on presents. Sən hədiyyələrinə çox pul xərcləməlisən. Sonra da deyir ki, you have to be economical. Sonra deyir ki, ekonomik olmalısan. Necə olum ekonomik əgər hədiyyələrə çox pul xərcləyirəmsə? Demək ki, bir tərəf inkar, bir tərəf təsdiq edib məna arasında cümlələri uyğun etməliyik. 163-cü sualın cavabı olur B variantı. 165-ci sualda xahiş edirəm bu cümlədəki to-nu görün. Uşaq bura baxır, deyir hadn't yoxdur, müəllimə, bundan inkar yoxdur, are-able-ın to-su yoxdur, tez cavabı seçir. Elə eləməyəcək də, çünki burada to-nu görək. Bu cümlədə to var. Ona görə gəldi sualla yanaşaq. Hadn't-ın özü ilə inkar yoxdur. Bunların hamısı to ilə istifadə olunur.
Bu ilə istifadə olunur bunların hamısı. Birdən deyərsən mənə bunların hamısı təsdiqdir, bir inkardır. Bəlkə cavab budur. Xeyr. Bat qaydası bugün OTK-ya da çıxmışdı və OTK-ya bunun bir tık çətini idi. Həm buranı da siz qoymalıydınız, həm buranı da. İndi fikir verirsinizsə, batdan sonranı don't-la inkar edib. Hansı dal feil özü ilə inkar olmur? Don't-la, doesn't-la, didn't-la inkar olur. Have to, has to, had to-ydu bu. Köməkçi feillə inkar olan. Yəni mən bura elə bir modal verbs qoymalıyam ki, onu don't-la inkar edə bilim. Mən are able to-nu qoysam, gərək onda bura don't yox, are not yazım. Olmaz. Bura inkardır deyənə bu tərəfi təsdiq qoymalıyam, yəni A da olmayacaq. Bura don't-la inkardır deyənə had da qoya bilməyəcəm. Bunu da onsuz da 60. Cavab olmalıdır had. Demək ki, have to, has to, don't-la inkar ola bilən modal verbsdir. 167-ci sualda. İndi bunu sizə həvalə edə bilərəm deyə düşünürəm. Nöqtədən sonra bu tool'unu görün. Bunu mən sizə göstərim. Yerdə qalanları isə siz artıq özünüz yanlış cavabları ata cavablar tapa bilərsiniz. Mesaj qutusuna sadəcə bir cavab şəklində yaza bilərsiniz 167-ci sualın cavabını. Nəzrin qatılıb da yəqin ki, hə? 10-cu siniflər aktiv görmək istəyirəm sizi. Xahiş eləyirəm, aktiv görmək istəyirəm sizi. Hə, Nəzrin burdadır, əla. Aha, 167-ci suala əksəriyyət uşaq A variantı yazıbdır. Bu 11-ci sinif Əli. Mən onu qəbul etməmişəm, qatıldığını da görməmişəm. Hardadır? Niyə dərsdə yoxdur? Aha. Niyə dərsə qatılmırsan? Əli, mən səni xoşqədəmə döndərmirsən, sən məni. 167-də A variantı yazmısınız. Gəlin baxaq görək düzmü yazıbsınız. To var deyənə Y variantı kəni atıram. Want-un B-si yoxdur deyənə atıram. Hadn't-ın özü ilə inkar yoxdur deyənə atıram. Hasn't-ın özü ilə inkar yoxdur deyənə atıram. Cavab olur A variantı. Əla. 169-cu sualda, aha, burada atılacaq heç nə yoxdur uşaqlar. Burada heç nəyi ata bilmirəm. Tərcümə. They allow parking here. Onlar burada deyir park etməyə icazə verməlidirlər və ya verməməlidirlər. Sonra deyir ki, küçə narrow. Baxın, bu narrow sizi cavab aparacaq. Narrow dar deməkdir. Dar bir yerə də bilirsiniz ki, xüsusən oğlanlar, elə qızlar da bilər. Qızlar maşın sürməkdə keçirlər. Və narrow dar olduğu üçün burada nə olmalıdır? Maşını biz park edə bilmərik. Olmalıdır. Onlar park etməməlidirlər. 1. İnkarlar. 3. Başqa inkar var? Yoxdur. Cavab olacaq D variantı 169-cu sualda. Gedək 171-ci suala. 171-ci sualı da sizə həvalə edək. Tez-tez tapaq cavabları. 171-ci sualı yazın. Sonra Rövşən var idi. Rövşən hardadır? Rövşən qatılmayıb. Mən bu qatılanları siz 171-ə yazana qədər. Rövşən hardadır? Fidan buradadır, Rövşən yoxdur. Rövşən istirahətdə. Yaxşı istirahət eləsin. 171. 171-ə əksəriyyət C variantını yazır. Fidan, Rövşən harda olduğu haqqında mənə məlumat ver. Ya buraya yaz, ya şəxsiyə yaz. 171. Mənim Rövşən riyaziyyatdadır. Allahım yarabbim. Tək, sənə inanırım. 171-ci suala bəli, əksəriyyət C variantı yazıbdır. Əksəriyyət. İlk cavab verən də 9-cu sinif Yusif. Yusif 171-ə cavab yazmışsan sən. Okay. Gəlin baxaq. 171-ci suala əksəriyyət C variantı yazıbdır. Hadn't-ın inkarı yoxdur. Hadn't-ın inkarı yoxdur. Couldn't ora qoya bilmərəm. To gəlməyəcək. Qaldıq ikisinin arasında. Nəyə görə seçirsiniz? Aha, burada any longer var. Any varsa deməli bu cümlə inkar olmalıdır. Mən də onu inkar etmək üçün was able-u yox.
didn't have to-nu ora yerləşdirməliyəm. 171-ci sualın cavabı olacaq C variantı. Gedək 173-cü suala. Yenə nöqtədən sonra to gəlibdir. Hasn't-ın özü ilə inkar yoxdur. Will'in B'si yoxdur. Will'in B'si burada da yoxdur. Qaldıq A ilə Y-nin arasında 173-cü sualda və atılacaq heç bir şey yoxdur 173-cü sualda. Baxaq. Cümlələr arası əlaqə var. Buranı tərcümədə edə bilərik və cümlələr arası əlaqə yarada bilərik. Çünki deyir ki, yox, tərcümə edək. Deyir Daniel sürətli sürməlidir. Mümkün qədər sürətli sürməlidir və ya sürməməlidir. Nə üçün? In time, vaxtında stansiyaya çatmaq üçün, in order to üçün deməkdir, for deməkdir. Stansiyaya çata bilmək üçün o sürətli sürməli idir. Mümkün qədər sürətli, as fast as mümkün qədər sürməli idi. Ona görə tərcüməyə görə 173-cü sualın cavabı A. Y-də deyir ki, sürməməli idi stansiyaya çatmaq üçün, sürətli sürməməli idi. Xeyr, çatmaq üçün sürətli sürməli idi. Gedək 175-ci suala. Burada nöqtədən sonra to gəlibdir. Mən must-ı qoysam, must-ı qabağa atıb sual verib, burada to qoyub. Must to ilə işləmir, should to ilə işləmir. Qalırıq 3 ilə 4-ün arasında. Elə arasında qalmağa ehtiyac yoxdur. 3 ilə 4-ü götürəcəyik. Gedək 177-ci suala. Baxaq görək. But var və batdan bu tərəfi təsdiqsə qabaq inkar olmalıdır. Bütün təsdiqləri atın. Və təsdiqi dazla veribsə, mən də dazla inkar etməliyəm. Cavab olacaq C variantı. Artıq bununla bağlı çox sual işlədik. Bugün ÖTK-da da əksəriyyət buna bənzər sual idi. Əksəriyyət yoxladığım kağızlarda düz yazmışdı. 179-cu sualda atıla biləcək nəsə görürsünüzmü? Görmürəm atıla biləcək. Heç nə görmürəm. Dünəndən söhbət gedir. Yesterday, mən dünən ev tapşırığımı etdim və ya etmədim. As burada because anlamındadır. Çünki it was difficult, çox çətin idi. Çətin idisə mən bunu neynəmişəm? Dünən edə bilməmişəm. Dünəndən də danışıram deyənə inkar olan couldn't-u götürəcəyəm 179-cu sualda. Gedirəm 180-ci suala. Haven't-ın özü ilə inkar yoxdur deyənə atıram. Qaldıq bunların arasında. But var, inkar olmalıdır. Anyone var, any inkar cümləyə girir. Deməli, bu cümlə inkar olmalıdır ki, bu anyone bura yaraşsın. Mən nə ilə inkar edəcəyəm? Masından sonra to gəlmir, ataq. Can'dan sonra to gəlmir, ataq. İnkar da, sorry, uşağı, mən 182-ci suala getdim ki, bunu silək. Dilim qarışdı bir an. Yenə anyone vardı. Haven't-ın to'sunu atmışıq. Anyone var deyənə inkar verməliyik. Bunları atırıq. İndi ya A qoymalıyam, ya Y. Bir dənə A-ya baxın, doesn't-dır. Biz doesn't-ı kimə qoyuruq? He, she, itə. Üçüncü şəxsin təkinə. Bu you üçüncü şəxsin təkidir. Yox. You-nun qabağına doesn't yox, don't qoymalıydıq. Mübtəda ilə xəbər uzlaşmır. 181-ci sualın cavabı olacaq Y variantı. Davam edirəm 183-cü sualla. Can'dan sonra to gəlmir. Hadn't özü ilə inkar olmur. 2 təsdiq, 1 inkar. Görək elədirmi, B-dirmi cavab? In Azərbaycan. Azərbaycanda sən ayaqqabılarını neynəməlisən? Take off, çıxartmalısan içəri girəndə. Has to you. Ki təsdiq inkar söhbəti deyil uşaqlar. Burada artıq tutmayacaq. Tərcüməyə görə gedəndə o tutmur. Ona görə mütləq tərcümə etməliyik. Yenə aynən yeni atlı vəziyyətdə saxlayırıq. Sən ayaqqabılarını çıxartmalısan. B-də deyir ki, çıxartmamalısan. Xeyr, çıxartmalısan. Has to niyə olmur? Çünki you ilə has to uzlaşmır. Biz you-ya have to deyirik. Buna görə yanlışdır. Cavab olur C variantı. Burada artıq o qaydanı tətbiq edə bilmədik. 185-ci sualda nobody varsa biz bilirik ki, bir cümləyə iki inkar qoymaq olmaz. Could'dan sonra to gəlmir, olmaz. Yesterday keçmişdə olubdu. Niyə mən buna is able to qoyum? Keçmişdə olub, axı niyə is qoyum ki? İndi were də keçmişdi, could da keçmişdi. Sizcə cavab nədir və niyə o cavabdır? Cavabı yazın və əsaslandırın. Yusif Behbudov, niyə C variantı deyil? Niyə C variantı deyil? Niyə Y variantı yazırsınız? Halal olsun Fatimə sənə. Halal olsun. 9-cu sinif Fatimə. Halal olsun bu qıza. 9-cu sinifdə qeyd edim.
Əla Nuray, bilirəm, hamının gördüyünü bilirəm. Əlasınız həqiqətən. Gördüm, əla. Nobody. Nobody nədir? Törəmə. Törəmələrin xəbəri hər zaman nə olur? Tək olur. Were onunla uzlaşmadığı üçün biz o cavabı götürməyəcəyik. Doğru cavab olacaq Y variantı. 187-ci sualda. 187-ci sualda baxaq görək niyə bilərik 187-ci suala tərcümə etmədən. Aha, 187-ci suala biz artıq yeni qaydaya fikir verin, belə bir şeylər görürsünüz 187-ci sualda. Yeni bir qaydadır. Təzə 2025 topluya salınıb. 9-larda yoxdur. 11-ci siniflərə salınmış bir qaydadır. Bunu hara yazım ki, siz görəsiniz. Gəlin öncə bir qaydanı qısaca izah edeyim. Çətin heç bir şey yoxdur. Bəlkə tərcümə lazım ola bilər. 187-ci sualda. Nədir bu should have? Nədir bu? Bir should var. Bir də uşaqlar should have deyə bir struktur var. Have deyə bir modal verbs var. İkisi yanaşı. Bundan sonra gələn fiildə ya idini qəbul edir, ya da üçüncü halda olur. Verbin üçüncü halında. Üçüncü hal deyəndə nəyi nəzərdə tuturuq? Məsəl üçün atıram go birinci, went keçmişi, bir də bunun qanı var idi. Bax bu üçüncü bizə lazımdır. Və ya see, saw, seen. Üçüncüsü də bunu 11-lərə salınıbdır ki, gələn ilin 11-lərinə də bu keçiriləcək. Yəni bundan danışacağıq biz. Bu qayda belədir ki, should have üstəgəl feil ya idi ilə düzəlir, ya da ki, bu üçüncü halını yazırıq qaydasız feildirsə. Bəs nədir bu? Tərcüməsi nədir? Should'un tək başına tərcüməsi bilirsiniz ki, tövsiyə bildirir. Should məli deməkdir. Bəs should have nə deməkdir? Should have keçmişə aid peşmançılığı göstərir bizə. Keçmişə aid peşmançılıq. Filan şey etməli idim, amma artıq etməmişəm, olub keçibdir. Filan şey etməməli idim, amma artıq olub keçibdir. Kimi tərcüməsini bizə verir. Məsəl üçün, kəsilən bir uşaq deyir ki, kəsilibdir, artıq qəbul olmayıb, Allah uzaq eləsin sizdən. O artıq deyir ki, I should have studied more. Mən neynəməli idim? Çox oxumalı idim. Vaxtı zamanında, məsəl üçün, baxın, I should have, study də qaydalı olduğuna görə idi. Bu o deməkdir ki, bu adam artıq deyir ki, biri var deyirəm I should study, mən çox oxumalıyam. Bu indini əhatə edir. Hal-hazırda bu uşaq hazırlaşır və deyir ki, mən indi çox oxumalıyam. Biri də var artıq deyir ki, I should have studied more. Kaş ki çox oxuyardım. Çox oxumalıydım vaxtı zamanında, amma artıq olub keçibdir, geriyə dönüşü yoxdur. Bax, bu keçmişə aid peşmançılıqdır. Quruluşu da budur. Quruluşunu bilməlisiniz. İndi bunun 187 ilə nə əlaqəsi var? 187-də şudun tusu yoxdur. Votun tulsu yoxdur. Atırsınız gedir, düzdürmü? Qaldınız bunların arasında. Gəlin indi tərcüməyə gedək. Gəlin indi tərcüməyə gedək. Görək tərcümədə 187-ci sualda bizə nə deyir? Biz hansını götürək? Deyir ki, I think Pamela, mən düşünürəm ki, Pamela gave me excellent advice. Excellent əla deməkdir. Pamela mənə əla bir məsləhət verib. Əla bir məsləhəti vermişdi, gave, hətta keçmişdə. Mən düşünürəm ki, Pamela mənə əla bir məsləhət vermişdir və mən bu məsləhəti neynəməli idim? Götürməli idim, qəbul etməli idim, izləməli idim. Yaxşı məsləhətdir axı. Yaxşını niyə izləməyim ki? Mütləq izləməli idim də mən bunu. Ona görə cavab olur D variantı. Bundan sonraki bir neçə sual bu vəziyyətdə gedəcək. Gəlin 189-a baxaq. Should'dan sonra to gəlmir. Should'dan sonra to have də gəlmir. Should have idi. To söhbəti yoxdur. Qaldınız A, C, D-nin arasında. Deyir, I fell into the river. Mən çaya düşdüm. Keçmişdə olub hadisə. Mən çaya yıxılıb düşdüm. Düşməzdən qabaq necə olmalıydım? Careful, ehtiyatlı olmalıydım, diqqətli olmalıydım. Bax, A-da deyir ki, olmamalıydım. Xeyr, olsaydı düşməzdim. Burada da deyir, olmamalıyım, özü də indi deyir. Bu adam keçmişdə düşübdür. Cavab olur D variantı. Ehtiyatlı olmalıydım. I should have been more careful, amma artıq gecdir. Keçmişdə olub, mən artıq yıxılmışam, oradayam. Sonra gəldik bura. Might'dan sonra to gəlmir. Should'dan sonra taken, took'un bilirsiniz ki, gəlin buranı bir dənə izah edək. Take bilirsiniz ki, indikidə take, keçmişdə took, o birində isə taken olur. Düzdürmü? Should'dan sonra gələn feil sadə götürür feili. Should have-dən sonra gələn isə dedik üçüncünü götürür. Düzdür?
were 3'ü götürürdü. Sizdə should have olanda bu taken-ı götürə bilər. Burada should-un have-i yoxdur axı. Niyə taken qoyum ki? Götürməyəcəyəm. Qaldınız arasında. Sən çətiri götürməliydin və ya götürməməliydin. It is raining outside. Çöldə yağış yağır. Çöldə yağış yağırsa, deyir ki, sən neynəməliydin? Çətiri gərək götürərdin. Götürməmsən, islanırsan altında. Cavab olacaq Y variantı. 193-cü sualı sizə artıq buraxa bilərəm. 193-cü sualı baxın, nöqtədən sonra qan gəlib. Qonun 3-cü halı. Ya cavabınız B-dir, çünki bu might'dan sonra gələn feil sadə gəlir. Ya cavabınız bunlardan biridir. Bunlardan biridir. Yəni o to da ola bilməz. Cavabınız ya B-dir, ya Y-dir. İndi tərcümə edib yazın. 9-cu siniflər, yəni bu sizə onsuz da gələn il 11-ci sinif lazım olacaq. 10-cu siniflər sizə keçiriləcək. Elə buradaca möhkəmlədin. Çox asan qaydadır 193-cü sual. Sadəcə burada bunu digər model works'dən fərqləndirən həm keçmişə aid peşmançılıq bildirir, həm də bu should have-dən sonra gələn feil sadə halda gəlmir. Məsələn, can go deyirik, amma should have-də should have gone deyirik. Yəni, 3-cü hala salmalısınız. Əksəriyyət 193-cü suala bəli, Y variantını yazırlar. Sən deyir, partiyə getməliydin və ya getməməliydin. If she didn't have to work, o getməliydi və ya getməməliydi. Əgər o işləmirdisə, gedərdi də partiyə. Demək ki, cavab olacaq Y variantı. Əlasınız. Gedək 195-ci suala. Yenə, baxın, listen-i id ilə yazıbdı da. İndi sizə birdən belə çıxarsın axtazaqda imtihanda. Listen-i id ilə yazıbdı. Bu, to-dan sonra gələn feil id ilə gəlmir, sadə gəlir. Listen. At. İdi ilə gələn, 3-cü halı ilə gələn hansıdır? Should have-lərdir ancaq. Ought-dan sonra da elə gəlmir. Have to-dan sonra da elə gəlmir. Yenə cavab ya B-dir, ya D-dir. Tərcüməyə baxın indi. You should have listened to my advice. Yoxsa you shouldn't yaza bilərsiniz cavabları mesaj qutusuna. B ilə C-nin arasında qalırsınız. Deyir ki, sən mənim məsləhətimə listen. Should have desəm, qulaq asmalıydın. Shouldn't have desəm, qulaq asmamalıydın. Görə indi nə deyir? Now look at the situation. İndi deyir, otur bax vəziyyətə, situasiyaya bax. Yəni bu pis situasiyaya düşüb, pis bir vəziyyətə düşüb. Bu da deyir ki, indi otur bu vəziyyətivə bax. Gərək elə vaxtında mənə qulaq asardın. Yəni vaxtında mənə qulaq asıb dərslərinizi oxuyun. You should have listened to my advice. Lüğəti öyrənməyənlər, lüğəti yaxşı-yaxşı öyrənin. Yoxsa vəziyyət pis olacaq. 197-ci sualda should have-dən sonra gələn feil ing götürmürdü. Ought-dan, to-dan sonra gələn feil id qəbul etmirdi. To-nu götürmürdü. Might-dan sonra to götürülmürdü. Burada heç tərcüməyə də ehtiyac qalmır. Birdən B ilə Y-nin arasında qalarsınız, tərcümə zad eləyərsiniz. Burada have-dən sonra gələn feil ing götürmür. Ya id ilə gəlir, ya 3-cü ilə. Cavab olacaq 197-ci sualda Y variantı. Davam edək. 199-cu sualla. Yenə fikir verirsinizsə, take 3-cü halı ilə gəlib. Might-dan sonra gələn feil sadə gəlir. To-dan sonra sadə gəlir. Could-dan sonra sadə. Ya indi B-dir, ya da D-dir. Deyir ki, sən bu işi, jobu, təklif edilən bu işi qəbul etməliydin və ya etməməliydin. Götürməliydin və ya götürməməliydin. Shouldn't have desəm götürmə. Should have desəm götürməliydin. Sonra deyir ki, it was great opportunity. Əla bir fürsət idi. Əla bir imkan idisə gərək götürərdin. You should have taken. Gərək ki, qəbul edərdin, amma artıq şişdən keçibdir. 101-də baxın, id ilə gəlib. Might-dan sonra id ilə gəlmir. Could-dan sonra id ilə gəlmir. Ought-dan sonra id ilə gəlmir. Burada ought-un ümumiyyətlə həvi yoxdur. Cavab olacaq B variantı. İkisinin arasında da qalmırıq. 203-cü sualda yenə blocked. Baxın, id ilə gəlib. Should feili tək başına id almır. Should have alır. Tək başına should almır. Ought-dan sonra to have belə bir ifadəmiz bizim yoxdur. May-dən sonra adi harda gəlir? Yəni block gəlməliydi, id qoymamalıydı ora. Qaldıq C ilə D-nin arasında. İndi sizcə 203-cü sualın cavabı D-dirmi yoxsa D-dirmi? Sən emergency exit acil çıxışı deməkdir. Acil çıxış qapılarını sən blok etməliydin, yoxsa blok etməməliydin? Acil girişdir, cəmaət girməlidir ora. Etməlidir. Blok etməlidir. Blok etsin ki, heç kəs girənməsin ora. Blok etsin, acilə heç kəs girənməsin, hamı orada ölsün.
Baxın, D-ni qoyanda deyir ki, they should have, onlar deyir acilin qapısını deyir blok eləməli idilər ki, cəmaət orada qapıda qalsın, qırılsınlar. Xeyr, acilin qapısını blok etməməlisən. Acil 24 saat açıq olmalıdır. Cavab olmalıdır 203-cü sualda C variantı. 205-ci sualda, aha, 205-ci sualda sizcə cavab nədir? Baxın, bunu heç düşünməyə ehtiyac yoxdur. Might-dan sonra gələn feil ingi qəbul etmir. Sadə gəlir. Uşaqlar, bütün modal verb-lərdən sonra gələn feil sadə gəlir. Sadə. Bir dənə should have-dən sonra üçüncü halda id ilə gəlir. Bax, burada da ought have been. Sadə gəlməlidir. Burada da could have been ilə gəlmir. İndi qaldınız should have been yoxsa should have, bu da yanlışdır. Çünki be'nin üçüncü halı nədir? Be'nin üçüncü halı nədir? Be birincisidir, keçim. İkincisi was were idi. Üçüncüsü də been idi. Bizə üçüncüsü lazımdır, been olan. Be'ni yazmayıb da burada. Bu da yanlış olur. Doğru cavab olur. 205-ci sualda olacaq C variantı. Gedirik yavaş-yavaş açıq suallara. 207-ci sual. Put off. Ümid edirəm put off'un tərcüməsini bilirik burada. Baxaq görək neyə bilərik biz burada. Needed-dan sonra to gəlmir 207-də. Ona görə biz buradan 3-ləri atmalıyıq. Ought-un to'su yoxdur deyənə biz atmalıyıq. Qaldıq bu ikisinin arasında. Bu cümlədə keçmişlik var. Mən had to qoyum. Yoxdur. Have been indiki bitmişdir. Keçmişlik yoxdur deyənə 1-i də götürməyəcəyəm. Doğru cavab olacaq 2 ilə 4. Heç bir problem yoxdur. Must da malı deməkdir. Have to da malı məli deməkdir. Tərcümə sizə budur ki, as burada görə mənasındadır. I have been ill since last Friday. Keçən 5-ci gündən bəri xəstə olduğuma görə mən neynəməliyəm? Dostlarımla olan görüşü təxirə salmalıyam. Anı biri qoysaydı, zaman keçmiş olacaq. Deyəcəkdi ki, saxlamalıydım. Amma bu olmayacaq da, yəni zaman uzlaşmayacaq. Hələ bugünə kimi də xəstədir də bu adam. Yəni düzdür, burada last biraz beyninizi qarışdıra bilər. Qabağında since var. Adam bugünə kimi hələ də xəstə olmağa davam edir. Bundan sonrakını təxirə salmalıdır. Gedəcək 209-a. 209-da have modal feilin özü ilə sual vermək olmaz. Bunu atırıq gedir. Qaldınız 1, 2, 4 arasında. Siz 209-a hansını götürüb hansını atardınız? 3-ü mən sizin üçün atmışam. Hı hı. Hı hı. Hı hı. 2 4 diyenler var. 4'ün bir şeyi yoktu. Neyi yoktu? Tuğsu. Tuğsu yoktu. Ne burada var ne burada var. Bunu da atırsınız. Cevap olur. 1, 2. Tez gedirik 211. suala. 211. sualda will you be able to olmalıydı. 211. sualda. Deməli bu üçüncü səhvdir. Have-in özü ilə sual vermək olmur. Səhvdir. Should to ilə işlənmir. Səhvdir. 1, 2. Birdən deyər Simon, were you be'nin də B'si yoxdur. Were you-da deyildi o. Will you-daydı. Cavab olacaq 1, 2. Bu da olur modal verbs testlərinin izahı. Yerdə qaldı choosing modal verb. Çox asan testdir. 20 dənə testdir. Mən elə təklərini izah edəndə 10 dənə test olacaq. Düşünürəm ki, bitirərik. Nədir sizə? Sizə deyir, belə 4 dənə cümlə verir. Deyir, bu 4 cümlədən içində hansında modal feil var? Hansında modal feil var və əsasən də bunu have to ilə verəcək sizə. Sizin have to, has to o vaxt modal feil olur ki, have to-nu, has to-nu, had to-nu özündən ayırmayın. Have-lə to yanaşı, has-lə to yanaşı, had-lə to yanaşı gəlsin. Dalınca da sadə halda olan feil gəlsin. Düzdürmü? Biz bunu tətbiq etməliyik. Ona görə cümlələri seçəcəyik. Gəlin indi baxaq. Burada onsuz da deyir ki, modal verbsi seç. Ought-un to'su yoxdur. Should-dan sonra to gəlmir. Bunu bura salıbdır. 2 ilə 3-ləri gəlin ataq. 2 ilə 3-ləri atanda avtomatik 1 ilə 4 çıxacaq. Budur ki, yanğı söndürən adamlar xüsusi uniformalar geyinməlidirlər. İndi gəlin gedək 3 tipli, bu cümləli tipli suallara baxaq. Bizdən nə istəyir? Bizim nə qədər vaxtımız var? Biraz vaxtımız var. Eybi yox, vaxt qutarıb ikinci link atacağım. Heç bir problem yoxdur. Baxın, biz dedik have to, has to, had to içində olmalıdır. Did var, you da var, have de var, to'su var bunun. Yoxdur. Deməli, bu modal feil deyil. Deməlidir, modal verbi seç. Modal feil yoxdur burada. Nətər seçim? Deməli, 1 olmayacaq. Atıram. Don't var. Have var. To'su var bunun. To'su da gəl feili var. Yox, yenə to'su. Deməyin, nə day burada to'su var? Mənə yanında olmalıdır. Ayrılmırlar onlar bir-birlərindən.
3 də olmur. Cavab olur 2 ilə 4. Həqiqətən baxın, did you have to modal feil. Needed da onsuz da bir modal feildir. Cavab olacaq 2, 4. 5-ci sualda I don't have to'su feili yanında var. Modal feildir. Biri götürürəm. Have üstəgəl to'su yoxdur. Modal feil deyil. Don't have dalınca to'su yoxdur. Modal feil deyil. Needn't onsuz da modal feildir. 1-3 cavabını götürəcəyəm. Gedək 7-ci suala. Yine 7-ci sualda do you have to'su var, yoxdur. Modal feil deyil. We had to'su var, yoxdur. Modal feil deyil. Biz have to, has to, had to'nu axtarırıq. Baxın, does he have to'su yanında, feili yanında 4'ü götürəcəyəm. Didn't da modal feildir. Cavab olacaq 1, 4. Asan qaydadır. Yəni sadəcə qəşəng baxmaq lazımdır suallara. Do you have burada to olmalıydı. Üstəgəl feil olmalıdır. Deməli, buradakı have modal feil vəzifəsində deyil. Burada modal feil malı məli tərcüməsini vermir. Birləri atırıq. Burada da yine we, had modal verbsdürmü? Haddən sonra to gəlməliydi, gəlməyibdi. Da burada to gəlib söhbəti aparmırsınız məndən. Yanında olmalıdır. Needed modal verbsdür. Did you have to üstəgəl feil. 9-cu sualın cavabı olacaq 2, 4. Gedək 11-ci suala. 11-ci sualda do you have-in yenə to'su yoxdur, 1 olmaz. Has'in yenə to'su yoxdur, özündən sonra baxın, heç nə to gəlib, nə feil gəlib, isim gəlibdir. Bu da modal feil deyil. Needed modal verbs'ü götür, have-in də to'su var deyənə götür, azda da sual vermişik, götür. Deməli, cavab olacaq 2, 4. Gedirik, ay, cüt işlədim mən. O zaman 11 ilə davam edirik. She has a lot of, has'in to'su yoxdur. Have-in to'su yoxdur. Üçüncüdə, burada do ilə sual verib, have var, to var, feil var götürəcəyim. Needed da modal verbs'dir, 2, 4 olacaq. 13-cü sualla davam edirəm. 13-cü sualda could bir modal verbs'dir, götürə bilərik. Amma burada has'in to'su yoxdur. Can could modal feildir də. Has'i götürməyəcəyəm. Had'in də to'su yoxdur deyən 4-də götürmürəm. Burada have-in to'su var. Could da onsuz da modal feildir. Could do, should do, must da. Bunlar modal verbs'dir onsuz da yəni. 1, 3 cavab olacaq. Y variantı. 15-ci sualla davam edirik. Has to modal verbs var, amma she doesn't have dalınca to'su yoxdur, atıram. Bura mənə maraqlı deyil. Yanaşı olmalıdırlar. Yenə have-in to'su yoxdur, 4'ü də atıram. Cavab olur 1, 3. Və 17-ci sualı siz bir dənə mesaj kutusuna sürətli bir şəkildə 17-ci sualın cavabını yazın. 2 dəqiqəlik bir şeydir sizin üçün. 17-ci sualın cavabını sürətli bir şəkildə mesaj kutusuna yazın. Əlasınız. Tutmusunuz söhbəti. Have-in to'su yoxdur, atmısınız. Have-in to'su yoxdur, atmısınız. To'su var, feili var. Needed da modal verbs'dir. 2, 4 əlasınız. 19-cu sualın cavabını bir dənə sürətli bir şəkildə mesaj kutusuna yazın. 19-cu sualın cavabını mesaj kutusuna sürətli bir şəkildə eyni qaydaları tətbiq edərək yazın. Əla, möhtəşəmsiz. Tutdu söhbəti. Ümid edirəm ki, yadınızdan da çıxmayacaq bu sın. Don't have to 1. Will'in have-in to'su yoxdur. Çox da qəşəng qaydadır, atdıq. Won't-un, be-si, able-ı, to'su hamısı yanaşıdır. 3'ü də götürdük. Sonra yanlış cavab vermişsiniz uşaqlar. Siz 19'a nə yazmışsınız? A yazmışsınız. Düz cavab vermişsiniz də. 1, 3. Ondan sonra needn't-a baxaq görək. Needn't-dan sonra to gəlmir modal verbs olaraq. 1, 3, 4'ün won't have, to üstəgəl feili də var. 1, 3, 4 A variantı olacaq. Əla. Bunun cütlərini də evdə özünüz işləyə bilərsiniz. Yerdə qaldı qalan vaxtımız. Qalan vaxtımızı 11-ci siniflərlə sınaq işləmək istəyirəm. Yazmaq istəyirlərmi, istəmirlərmi? Yazsınlar. Məncə yazsınlar. Amma yenə də mesaj kutusuna yazın. Yox, müəllimə yazmayaq. Başqa dərsimiz mi var mı deyirsiniz? Yox, ay müəllimə yazaq, bir dənə sınaq çıxar gedək. Tez 2 dəqiqəyə yazıb çıxacağıq. 11'lərə aiddir. 11'lərə aiddir. Yazın, deyəcəksinizsə sizə ikinci bir linki göndərəcəm. Müəllimə dərsin kaydını almışsınızmı? Almışam. Almışam. Stop recording eləyib saxlayıram.